Salam, hər vaxtınız xeyir olsun YouTube kanalımın daimi və dəyərli izləyiciləri. Hər birinizi kanalımda xoş gördük. Bugünkü videomda sizlər üçün çox asan hazırlanan, dadı damağınızda qalacaq möhtəşəm bir qozlu tort hazırlayıram. Tortun xəmiri üçün bizə lazımdır 4 ədəd iri ölçüdə ağlı sarılı yumurta. Üzərinə əlavə edirik 180 qram şəkər tozu. 180 qram şəkər tozu da görürsüz istifadə etdiyim bu 200 ml stəkan ölçüsü ilə 1 stəkan şəkər tozu eləyir, amma tam da dolu doldurmuruq. Üzərinə bir çimdik duz və yarım paket vanilya əlavə edirik. Bir paket vanili gözə yarı olaraq 2 hissəyə bölürsüz, yarısını xəmirə əlavə edirsiniz, yarısını da saxlayırsınız krem üçün. Və indi yumurta, duz, şəkər tozu və vanil. Bunları bir qaba əlavə etdikdən sonra mikserlə tam ağarana qədər, kütlə bir neçə dəfəyə qədər artana qədər qarışdırmaq lazımdır. Onu da qeyd edim ki, tort üçün lazım olan ərzaqlar, yəni ləvazimatlar çalışın ki, hamısı ev temperaturunda olsunlar. Və artıq gördüyünüz kimi tam ağappaq ağardı və rəngi bir neçə dəfəyə qədər artdı. Bu cür olduqda 50 qram kəri yağı götürürük. Kəri yağını əridib, bunu da üzərinə əlavə edirik, amma çalışın çox qaynar halda əlavə etməyin. 200 qram da bizə qoz ləpəsi lazımdır. 200 qram qoz ləpəsini çox un kimi olmamaq şərti ilə, biraz diri qalmaq şərti ilə rondodan keçirtdim. Gözə yarı olaraq 200 qram qoz ləpəsinin yarısını əlavə edirik xəmirin içərisinə, yarısını da saxlayırıq tortumuzun kənarları üçün. Və çox az qarışdırırıq. Artıq mikser bizə lazım deyil. Mikseri qoyuruq bir kənara, amma mən mikserin bir çubuğundan istifadə edirəm. Bununla qarışdırmaq çox rahat olur xəmiri. Unu hissə-hissə əlavə edirik. Bir dəfəlik əlavə etmirik gördüyünüz kimi və ümumilikdə mən bu xəmir üçün 160 qram undan və bir paket də qabartma tozundan istifadə etdim. Yəni 10 qram qabartma tozudur, bir paket, bir də 160 qram un. 160 qram un da hər zaman reseptlərimdə istifadə etdiyim, videoda da gördüyünüz 200 ml stəkan ölçüsü ilə 1 stəkan yarım un eləyir. Onu da hissə-hissə əlavə edib xəmirimizi asta-asta qarışdırırıq ki, xəmirin köpü yatmasın. Çox havalı bir xəmir olur. Tortumuzu mən 24 sm olan formanın içərisində hazırlayıram. Məndə gördüyünüz kimi bu biskvit kəsən olduğu üçün alt hissəsi olmadığına görə mən alüminium folqadan istifadə etdim. Alüminium folqa vasitəsilə qabın formanın alt hissəsini gördüyünüz kimi bağlamışam. Kənarlarında belə bərkitmişəm və əvvəlcədən isidilmiş sobamızda 180 dərəcədə 30 dəqiqə müddətində mən konveksiya rejimində bişirdim. Konveksiyası sobalarda da 180-190 dərəcə arasında bişirə bilərsiniz. Tam 30 dəqiqə müddətində bişənə qədər mən sobanın ağzını açmıram. Əziz dəyərli xanımlarımız, deməli tortumuzun biskviti bişənə qədər, xəmiri bişənə qədər mən təmizlik vasitələrimi sizlərlə paylaşmaq istəyirəm. Təmizlik etməyi çox sevirəm. Evim təmiz olanda hər bir xanım kimi mən də özümü çox rahat hiss edirəm. Baxın xanımlar, bu qaz təmizləmə məhsulu sadəcə deyərdim mükəmməldir. Qazı zədələmədən, cızmadan ən çətin gedən yağları belə tərtəmiz təmizləyir. Qazı təmizlədiyim bu məhsulu xanımlar mən illərdir ki istifadə edirəm. O qədər razıyam ki, həqiqətən də möhtəşəm bir məhsuldur. Bilirsiniz ki, tez-tez şirniyyatlar hazırlayıram. Görürsünüz sobamın içərisi bütün yağ olur. Sobamı biraz isidirəm. Sobam biraz isinən kimi həmin bu məhluldan biraz əlavə edirəm adi qab qubqasının üzərinə və yaxşı-yaxşı belə sürtürəm. Bir 10-15 dəqiqə gözlədirəm. 10-15 dəqiqədən sonra nəmli bezlə tərtəmiz silirəm. Gül kimi par-par parıldayır. Hətta baxın gördüyünüz kimi aspiratorun şüşəsi də tez-tez yağ olur və hər gün çıxardıram. Bunu da mən hər dəfə bununla təmizləyirəm, bu məhsulla təmizləyirəm. Yəni evinizdə harda belə qalın, qatı yağ ləkələri varsa gül kimi eləyir də, tərtəmiz baxın par-par parıldadır. Qab yumaq üçün gördüyünüz bu ətirli geli də neçə aylardır ki istifadə edirəm. Çox bəyənirəm bunu da. Həm qabları qəşəng parıldadır, həm də çox qəşəng belə ətri var. Bir də digər adi qab şampunlar kimi əli qurutmur. Çox gözəl bir məhsuldur. Faberlikin təmizlik vasitələri həqiqətən də çox keyfiyyətlidir və məhsulları çoxdur. Mən öz istifadə etdiklərimi sizlərlə paylaşdım. Faberlikin bu cür gözəl məhsullarını siz də rahatlıqla sifariş edə bilərsiniz. Hal-hazırda Faberlik şirkətində super aksiya keçirilir. Yorum yerinə, yəni şərhlərə, bir də açıqlama bölümündə sizin üçün link yerləşdirəcəm. Həmin linkə keçid edirsiniz, linkə tıklayırsınız. İndi qeydiyyatdan keçsəniz 55 manatlıq məhsulu cəmi 35 manata əldə edəcəksiniz. Narahat olmayın, qeydiyyat da tamamilə pulsuzdur. Bir də ki, Faberlikdə həm də işləyə də bilərsiniz. İşləməsəz belə, hətta qeydiyyatdan keçib bütün məhsulları öz qiymətinə əldə edə bilərsiniz. Bu fürsəti qaçırmayın, mütləq yararlanın.
İndi isə keçək tortumuzun xəmirinə, biskvitinə. Gördüyünüz kimi çox gözəl, qəşəng, havalı bir biskvit oldu, bişib hazır oldu. Qeyd etdiyim kimi 30 dəqiqə müddətində sobanı açmadım. 30 dəqiqədən sonra sobanı açdım və içərisinin yaxşı bişib bişməməyini mütləq bir çöp vasitəsilə siz də yoxlayın. Əgər çöp quru çıxarsa deməli bişib. Yox, nəmli çıxarsa onda yenidən sobanın qapağını bağlayın, bişirin. Tam hazır olduğuna görə sobadan çıxardıram və ilk istiliyinin keçməsini gözləyirəm. Yəni tam soyutmuram. Bir 10-15 saniyə ilk istiliyinin keçməsini yoxladıqdan sonra iti bir bıçaqla qəşəng biraz belə kənarlarından formadan ayırıram. Kənarlarından biraz belə gördüyünüz kimi kəsdikdən sonra, yəni formadan biraz ayırdıqdan sonra artıq bu yağlı alüminium folqanı açıram və biraz da qabımı belə açıb və qabdan rahatlıqla çıxardıram. Sizlər istəsəniz hətta bunu açılıb bağlanan biskvit formasında da bişirə bilərsiniz. Yəni forma 24 sm olsun ki, bu cür qəşəng hündür olsun. Biraz iri etsəz, onda biraz yəni nazik olacaq. Yəni bu cür hündür alınmayacaq. Yəni iri qabda, iri formada bişirsəniz, onda bir qədər incə olacaq, yəni nazik olacaq hündürlüyü. Onda gərək onu 2 yerə böləsiz və 2 dənə belə ayrı-ayrılıqda bişirəsiz ki, biraz iri tort hazırlaya biləsiniz. Baxın, görürsünüz, mən 24 sm-də bişirdiyim üçün formada çox qəşəng belə hündür çıxdı və tam soymasını gözlədim. Tam soyduqdan sonra görürsünüz, artıq videomuz çox uzun alınmasın deyə mən bunu 3 hissəyə böldüm. İçərisinin rəngi də qoz ləpəsinə görə də bu cür tünd alınır. İnandırım sizlərə, o qədər qəşəng belə ətirli, möhtəşəm bir biskvit alınır. Amma yenə də qeyd edirəm, biskvit tam soyduqdan sonra onu bölmək lazımdır. Yəni isti-isti qətiyyən bölməyin. Tam soyduqdan sonra 3 hissəyə böldüm və indi də krem hazırlayıram. Krem üçün də mən burada 200 qram ev temperaturunda tam yumşalmış kərə yağı götürmüşəm. 200 qram kərə yağının üzərinə əlavə edirik 1 banka qaynanmış, qatlaşdırılmış südü hissə-hissə əlavə edirik. Bir də yarım paketdə vanil əlavə edib mikserlə qarışdırırıq. İstəsəniz bir qutu qatlaşdırılmış südün hamısını da əlavə edə bilərsiniz içərisinə. Mən hissə-hissə əlavə etdim. Sonda 2 xörək qaşığı tortun üzəri üçün saxladım. Bu da artıq zövqə görədir. Yəni üzərinin bəzəyi tam qalıb sizlərin öz zövqünüzə. Mən 1 banka qatlaşdırılmış süddən 2 xörək qaşığı saxladım sonda. İndi sizlərə göstərəcəm. Yəni tortun üzərinə əlavə edirəm onu da. Baxın, kremimiz hazır oldu. Bir də tortun mütləq dadlı, ləzzətli alınması üçün hər zaman qeyd edirəm ki, çalışın ki, krem üçün istifadə edəcəyiniz kərə yağı keyfiyyətli olsun ki, torta dad, ləzzət qatmış olsun. Yəni torta dad verən, ləzzət verən əsas onun kremidir. Kremin də yağı keyfiyyətli olanda tortunuz ləzzətli olacaq. Və artıq tortumu burada yığıram. Biraz süd götürürük. Süd də ev temperaturunda olmalıdır və biskvitləri gördüyünüz kimi südlə nəmləndirirəm. Daha sonra isə üzərinə əlavə edirəm kremi və bolluca qəşəng hər tərəfini kremləyirəm, üst-üstə yığıram. Hər dəfə bu biskviti, kəsdiyimiz biskvitləri üst-üstə yığarkən mütləq əvvəlcə südlə nəmləndirmək lazımdır. Süd olmazsa, adi, məsələn, bir mürəbbə şirəsini su ilə qarışdırıb ondan da nəmləndirə bilərsiniz. Fərqi yoxdur. Mən süd olduğu üçün südlə nəmləndirdim. Və beləcə sonadək davam edirik və artıq ikinci biskviti də üzərinə yerləşdiririk. Yenə də kremləyirik. Bu tortun xəmri qozlu olduğuna görə artıq mən aralarına, ara qatlarına qoz ləpəsi səpmədim. Çünki biskvit özü qozlu biskvitdir. Və yenə də son olaraq gördüyünüz kimi son üzərinə qoyduğum kəsdiyim biskviti də yenə də nəmləndirdim südlə. Yenə də kremləyirəm. Kənarlarını da hamısını bolluca kremləyirəm. Bu krem torta yəni yetərincə hamısına çatır. Bol-bol çatır gördüyünüz kimi. Qəşəng kremlədikdən sonra kənarlarının bu saxladığım qoz ləpəsi ilə bəzəyirəm. Mən ev üçün hazırladığıma görə sadə bir bəzək vurdum. Sizlər məsələn bir qonaqlığa aparmaq istəyirsinizsə, pay aparmaq istəyirsinizsə artıq öz zövqünüzə uyğun bəzəyə bilərsiniz. Baxın, sonda isə saxladığım bu 2 xörək qaşığı qatlaşdırılmış südü biraz belə qarışdırdım. Bərk olduğuna görə biraz qarışdırıb belə açıram. Sonra bunu da çəkirəm tortun üzərinə və üzərində qoz ləpəsi ilə bəzəyirəm. Bu ovuntudan biraz artıq qalıb bunu kənarlarına səpirəm və bütöv halda da qoz ləpəsini kənarlarına qoydum. Tam orta hissəsinə də biraz mən burada kakao səpirəm.
İnanın o kadar lezzetli, o kadar dadlı bir tortdur ki, yedikçe elə yemək istəyirsən, yəni dadından doymaq olmur. Həqiqətən də möhtəşəm bir dadı var. Baxın, kim deyərdi ki, 4 yumurtadan bu cür qəşəng irilikdə, bu hündürlükdə tort alınır. Möhtəşəm bir tort alındı. Bir saat gözlədib nuş edə bilərsiniz, amma mən videomu tez sonlandırmaq üçün qətiyyən gözlətmədən kəsdim. Birbaşa ilə kremlədim. Üzərini bu cür belə sadə formada bəzək vurduqdan sonra dərhal tortumu kəsirəm, amma yenə də tortum pambıq kimi yumşaqdır və fərqli bir dadı var. Çox ləzzətli bir tortdur. Yeyən hər kəs tərəfindən də çox bəyənildi. Mütləq hazırlayın. Bilirəm ki, 100% çox bəyənəcəyiniz bir tortu resepti olacaq. Sonda bir daha qeyd etmək istəyirəm. Demək ki, mən bu tortu 24 sm olan formanın içərisində bişirdim. Məsələn, əgər sizlər istəsəniz ki, biraz iri ölçüdə, məsələn 28 sm dairədə bişirəsiniz, onda elə bu resepti bişirirsiniz. 24 yox, 28 sm dairənin içərisinə əlavə edirsiniz. Amma tam soyduqdan sonra 3 yerə yox, 2 yerə bölürsünüz və 2 dəfə olmaqla ayrı-ayrılıqda bişirsəniz, hər dəfəsində də o bişirdiyiniz biskviti 2 hissəyə bölsəniz, ümumilikdə 4 ədəd sizdə biskvit alınacaq. Kremi də 2 dəfə artıra bilərsiniz və beləliklə 28 sm iri bir ölçüdə sizlərdə tort alınacaq. Tort çox yumuşaq, çox ləzzətli, fərqli bir dadı var. Mütləq hazırlayın, göz haqqınızı halal edin. Zəhmətə dəyər verib videonu bəyənib yaxınlarınızla paylaşmağı və bir kəlmə olsa belə şərh yazmağı unutmayın. Sağ olun, yeni videolarda görüşmək ümidi ilə. Salamat qalın.